2025-ci ildə idman sahəsində yüksək nailiyyətlər əldə edən məktəblərin təltif etmə mərasimi keçirilib. Tədbirdə respublika və beynəlxalq yarışlarda uğur qazanan ölkəmizi layiqincə təmsil edən şagirdlər mükafatlandırılıb. 30 məktəblimiz həm olimpiya çempionları, həm olimpiya mükafatçıları və iştirakçıları tərəfindən təltif edildilər və onları mükafatlandırdılar. Mən düşünürəm ki, bu onlar üçün də onların həyatında xüsusi iz qoyacaq və gələcəkdə dərsləri ilə yanaşı idmana da vaxt ayıracaqlar və gələcəkdə bayrağımızı müxtəlif yarışlarda ucaldacaqlar. Boks üzrə milli heyətin üzvüyəm, Avropa çempionuyam. Mən bugün burada iştirak etdiyimə görə özümlə fəxr edirəm və buranın iştirakçılarına çox sağ olun bildirirəm. Yəni inanıram ki, bundan sonra da Azərbaycan bayrağını dalğalandıracağız və buradakı tüm iştirakçılara da uğurlar arzu edirəm. Avropa kuboklarının, MDB oyunlarının və dünya oyunlarının mükafatçısıyam. Bugün burada bu tədbiri keçirən hər kəsə çox dərin təşəkkürlərimi bildirirəm. Avropa Serbiyada keçirilən gimnaziya yarışlarında birinci yerə layiq görülmüşəm. Azərbaycan bayrağını qaldırmağa fəxr edirəm. Onlara diplom və hədiyyələr təqdim olunub. Çıxış edənlər məktəblərin idmana marağının artırılmasının, sağlam həyat tərzinin təbliğinin vacibliyini vurğulayıblar. Bildirilib ki, gənc idmançıların əldə etdiyi bu nailiyyətlər gələcək uğurlar üçün mühüm stimul rolunu oynayır.